söz Firuz Dilənçiyə verilir. Nəriman Həsənzadə 7 milyonluq Azərbaycandan başqa 23 milyon o tay Azərbaycanın da şairidir. Və mənim özümün də bir cənublu kimi Nəriman Həsənzadə ilə tanışlığım, əvvəllər o tayda qiyabi tanışlığım Nəriman Həsənzadənin cənub mətbuatında çap olduğu əsərləri vasitəsilə oldu. Bu tayda isə mən ancaq bir misal kimi Nəriman müəllimlə ilk görüşümüz haqqında bir xatirə olaraq mən qeyd etmək istərdim. Onu Nəriman müəllim özü də həmişə qeyd edir biz görüşəndə. Demək olar, mən ilk həftə Azərbaycana, Bakıya gəldiyim ilk həftə idi. O vaxtlar Nəriman müəllim Ədəbiyyat və İncəsənət qəzetinin baş redaktoru vəzifəsində işləyirdi. O məni dəvət elədi, bir neçə gün idi Bakıya gəlmişdi, mən onunla görüşdüm və bir neçə saat danışığımızdan sonra, görüşdən sonra Nəriman müəllim bir konvertin, bir zərfin, paketin içində mənə nəsə verdi. Mən əlbəttə onu belə utana-utana gizlin təqdim elədi mənə. Mən o konverti açıb baxdım, gördüm o vaxtda demək olar elə dünyanın düz vaxtı idi, pulun dəyərli vaxtında. Mənə bir 25 Sovet rublu, 25 rubluq təqdim elədi Nəriman müəllim. Mən belə özümə sığışdıra bilmədim ki, bu nə mənada, nə niyyətdə və yavaşcalı dedim ki, bəs Nəriman müəllim, mənim təxəllüsüm dilənçidir, adım dilənçidir, mən özüm dilənçi deyiləm. Bu həmişə mənim yadımdadır, bir xatirə kimi, elə Nəriman müəllim özü də həmişə bundan yad eləyər. Və ümumiyyətlə demək olar, mənim Azərbaycan Respublikasında yaşamağıma o vaxt, demək olar o sosializm dövründə 3 nəfər qarantiya durdusa, 3 nüfuzlu vəzifəli şəxsiyyət, onlardan birincisi Nəriman Həsənzadə idi. Mənim Azərbaycanda o vaxtki SSR-də yaşamağıma qarantiya durdu və rəsmi olaraq məni oğulluğa qəbul elədi, həm sənədlə, həm mənəvi cəhətdən. Ondan sonra da bizim balaca Şəhriyarımıza, daha doğrusu Şəhriyar dilənçinin anadan olduğu gün Nəriman müəllim Şəhriyara bir şeir həsr edibdir. Hər iki Şəhriyar ihatə olunur burada. Həm dahi Şəhriyar, həm balaca Şəhriyar. Mən həmin şeiri burada oxumaq istərdim. Salam Şəhriyara, ustada salam. Şəhriyar dediyim bir ada salam. Sirli sehirlidir ulu təbiət. Deyirlər, qeyb olub uçdu Şəhriyar. Könüldən könülə keçdi nəhayət. O taydan bu taya köçdü Şəhriyar. Ruh idi, bədənə köçdü Şəhriyar, vətəndən vətənə köçdü Şəhriyar. Ana sevincin var, ey ata könlüm, Araz mı qovuşdu axıb dənizə, burada Şəhriyarı beşikdə gördüm, orada məqbərəsi sığmır Təbrizə. Nə qədər doğmadır bu səs, o nəfəs, o taylı bu taylı bir diyar ilə, millət Şəhriyarsız yaşaya bilməz, millət təzələndi Şəhriyar ilə.